Aldığım məlumata görə Cəlilabad rayon Aqrar İnkişaf Mərkəzində Azərbaycan dövlətinin hüquq mühafizə orqanları yoxlamalar həyata keçirilir. Uzun bir zamandan, uzun bir illərdən sonra Cəlilabad rayon Aqrar İnkişaf Mərkəzində yoxlamalar aparılır və 1 milyondan artıq bir vəsaitin, bir zərərin ortada olunması müşahidə olunur. Dövlət büdcəsindən ayrılmış subsidiyalarla bağlı vəsaitin mənimsənilməsindən söhbət gedir əldə etdiyim məlumata əsasən. Uzun illərdir Cəlilabad rayon Aqrar İnkişaf Mərkəzində bəzi problemlər zaman-zaman gündəmə gəlir, vətəndaşlar müraciət eləyir, yazırlar. Cəlilabad rayonunda aqrar sahədə, kənd təsərrüfatı sahəsində kifayət qədər problemlər olub, var, bugün də davam edir. Bunların hamısından biz zaman-zaman danışmışıq, dəyərli dostlar. Bir məlumatı da diqqətinizə çatdırım, dəyərli dostlar. Cəlilabad rayon Aqrar İnkişaf Mərkəzinin, yəni Kənd Təsərrüfatı İdarəsinin rəhbəri, prezidentin köməkçisi Kərəm Həsənovun doğmaca dayısıdır. Rahib Kərimovdur idarənin rəhbəri. İdarə Cəlilabad rayonunda fəaliyyətə başladığı gündən adam Kənd Təsərrüfatı İdarəsinin yeni adı Cəlilabad rayon Aqrar İnkişaf Mərkəzinin rəhbəridir. Aparılan yoxlamalarla bağlı mən nə məlumat əldə etsəm, siz dəyərli izləyicilərin diqqətinə çatdıracam dostlar. Yayımımızı bəyənin, paylaşın, kanalımıza abunə olun. Sağ olun, sağlıqla qalın. Görsənən budur ki, barama quruda effekti artıq fəaliyyətdədir. Hakimiyyət yavaş-yavaş bilir ki, ətrafda artıq toplamalı, yığmalı bir şey yoxdur. Yavaş-yavaş yaxın ətrafına doğru hərəkət edir. Birazdan inşallah Kəmaləddin Heydərov, Ziya Məmmədov, Kənad Rövşev çəkirlər. Sabiqlər zadır. Hamısı yavaş-yavaş otağa dəvət olunacaq. Hətta bugün məlumat yayıldı ki, Bəylər Əyyubovun da hansısa qardaş uşağı kimsə məsuliyyətə cəlb olunubdur. Nə ilə bağlıdır, dəqiq məlumatım yoxdur.